Açılış üçün söz Beynəlxalq Elm və Mədəniyyət Mərkəzinin sədri, hüquq elmləri doktoru, professor, beynəlxalq hüquq müdafiəçisi cənab Hacı Xaliq Bəşərə verilir. Əziz həmvətənlər, möhtərəm qonaqlar, dəyərli ziyalılar, elm fədailəri, incəsənət xadimləri, təhsil, səhiyyə və biri-birindən mən 100% əminliklə deyirəm ki, sizin savadınız, dünya görüşünüz mənimkindən qat-qat çoxdur, zəngindir və artıqdır. Bu tədbirdə sizi salamlayıram və bu tədbirdə bircə çiyin-çiyinə, omuz-omuza bu tədbiri keçirdiyimizə görə bir daha Allah Calla Calaluhuya və sizlərə xüsusi təşəkkür edirəm. Eyni zamanda bugün ölkəmizdə yaranmış münbit sağlam şəraitə və bu şəraitin təminatçısı Azərbaycan Respublikası Ali Başkomandanı cənab İlham Əliyevə xüsusi təşəkkür edirəm. Bu ölkəmizdəki sabitliyin, əmin-amanlığın, işgüzarlığın nəticəsidir ki, biz bugün burada münbit sağlam şəraitdə elmi konferans keçirik. Dünyada baş verən proseslərə nəzər salsaq, görərik ki, əmin-amanlıq olmayan yerdə nə urzu bərəkət var, nə təhsil var, əvəzində cəhalət var, müharibələr var, itkinliklər var və bitib tükənməyən iqtisadi, mənəvi, elmi və sağlamlıq sıxıntıları vardır. Beynəlxalq Elm və Mədəniyyət Mərkəzi 15 fevral 2020-ci ildə özünüz bildiyiniz kimi COVID-in ən tuğyan etdiyi bir dönəmdə yarandı və o zaman bir yerə toplaşmaq əlbəttə ki, çox çətin idi. Burada Beynəlxalq Elm və Mədəniyyət Mərkəzini təsis olunanda iştirak edən bizim köhnə qvardiyanın dostlarımız var, Hacı Tahir Süleymanov var, Aydın Ağayev var, digər dostlarımız var və hansı ekstremal şəraitdə biz o 57 nəfərdən ibarət ziyalılar o konferansı keçirdik 15 fevralda və orada da ən böyük arzumuz Azərbaycanın ərazi bütövlüyünün azad olunması idi və eyni zamanda Beynəlxalq Elm və Mədəniyyət Mərkəzi olaraq Azərbaycan gəncliyini, Azərbaycan ziyalısını, Azərbaycan təhsilini dünya standartları çapında tanıtmaq, böyütmək və inkişaf etdirməkdir. Tale ilə gətirdi ki, biz o tədbiri Şuşa restoranında keçirirdik və arzumuz da, ən böyük arzularımızdan biri də Qarabağın azad olunması idi və bizim keçirdiyimiz tədbirdən təxminən 5 ay sonra sentyabr ayının 27-si bildiyiniz kimi 2020-ci ildə 44 günlük müharibə baş verdi və Azərbaycan ordusu, Azərbaycan övladları biri-birindən gözəl, geri dönməz, təkrarsız, qətiyyət, iradə və döyüş əzmi göstərərək Azərbaycanın ərazi bütövlüyü 20% işğal altındaydı, onun 17,5%-ni təmin elədi. Sonra isə bildiyiniz kimi antiterror əməliyyatı nəticəsində ümumiyyətlə Azərbaycanın bütün suverenliyi təmin olundu. Bu da Ali Başkomandanın uzaq görən strateji siyasətinin nəticəsidir. Bugün çox böyük ağzı göyçəklər var ki, dayanmadan Azərbaycanın bel sütunu olan, zehniyyatı olan cənab İlham Əliyevin sütunlarını qırmağa, dağıtmağa, onu bütün müxtəlif yollarla ruhdan salmağa çalışırlar, amma bir şeyi bilmək lazımdır ki, İlham Əliyev 9 ay Zərfə xanım Əliyevanın qarnında yatıb və onun südünü əvib, atası da dünyanı idarə etməyə qadir olan, ağıllı, idraklı, təfəkkürlü bir kişiydi. Bunu deməyə ehtiyacı yoxdur, çünki Heydər Əliyev kifayət qədər peşəkar çekist idi. Dövlət Təhlükəsizlik Xidmətinin fəaliyyəti dövründə Heydər Əliyev yeganə müsəlman, belə deyək, peşəkar kəşfiyyatçı və əks kəşfiyyatçı idi ki, qüsursuz fəaliyyəti var idi və onun o fəaliyyətinə görə mən indi məruzəmdə qeyd edəcəm, onun Macaristana, Polşaya, Monqolistana, hətta İrana kəşfiyyat və əks kəşfiyyat xidmətlərinin dalınca göndərirlər və o da bunu peşəkarlıqla təkrarsız icra edirdi.
Bəs belə bir kişinin oğlunu ruhdan salmaq, sındırmaq və geri döndərmək təbii ki, antimilli qüvvələr bunu bir dəfəlik anlamalıdırlar ki, bu prosesi heç vaxt dayandıra bilməyəcəklər və İlham Əliyevi ruhdan sala bilməyəcəklər. Mən İlham Əliyevin şəninə tərif demirəm, təbiət etibarilə məni bilirsiniz ki, xarakterizə yaltaq, mütü adam deyiləm, kifayət qədər demokratik, açıq fikirli adamam. Bugünkü məruzələrdən də görəcəksiniz ki, Azərbaycan bir daha qeyd edirəm, 35 illik dövründə belə demokratik, belə açıq, tənqidə sökənən heç bir məruzəçi belə çıxışlar edə bilməz. Amma bugün bu atmosferdə biz bu panel müzakirələri aparacağıq və hörmətli qardaşım Qurban Əliyevin də dediyi kimi, dövlətin 5 mühüm sütunu var, 5 mühüm sütunu da burada təbii ki, müzakirə olunacaq və nöqsanlarımız da var. Heç bir sahə ideal deyil, ideal yalnız Allah Cəllə Cəlaluhun özüdür. İnsan var, cəmiyyət varsa, səhvlər var, nöqsanlar var və qüsurlar vardır. Beynəlxalq Elm və Mədəniyyət Mərkəzi də məhz bu istiqamətdə öz dinamik fəaliyyətini göstərir və göstərməkdə davam edir. Əminəm ki, bizə dodaq büzənlər, bizi əvvəl bəyənməyənlər, meydanda məni tək saxlayanlar, dezinformasiya buraxanlar, hamısına Mahatma Gandhinin bir sözü ilə cavab vermək istəyirəm. Əvvəl deyirik, dodaq büzürlər, sonra bizi daşa basırlar, ən nəhayət arxamızca gəlirlər. Bu məşhur söz Hindistanın mənəvi hüquqşünas lideri, heç bir vəzifə tutmayan, amma Hindistan xalqının ürəyində heykəlləşən böyük Mahatma Gandhinin sözlərdir. BMM-də yarananda çoxları dediyim kimi gülünc, bəzən istehza mənbəyi kimi baxırdı. Düşünmürdülər ki, BMM bu qədər gəlib bir markaya çevriləcək. Dünən bildiyiniz kimi Cənab Prezidentin sərəncamı ilə Zahidi Orucun rəhbərlik etdiyi Beynəlxalq Strateji Araşdırmalar Mərkəzi ləğv olundu, artıq verildi. Hikmət Hacıyevin, Cənab Prezidentin köməkçisi Hikmət Hacıyevin kurasiyasına. Beynəlxalq Elm və Mədəniyyət Mərkəzi isə yarandığı 6 il dövründə öz müstəqilliyini qoruyub saxlayıb və tam səmimiyyətlə bildirirəm ki, bu günə qədər biz dövlətdən heç bir vəsaiti almamışıq. Ümumiyyətlə 1991-ci ildən bu günə qədər burada çıxış elədiyim tarixə qədər mənim nə özümün, nə həyat yoldaşımın, nə övladlarımın banca 1%, 1 manat, 1 krediti olmayıb. Təşkilat olaraq heç vaxt kreditlərdən istifadə etməmişəm və bundan başqa 2 federasiya rəhbərlik eləmişik, mən və qardaşım. Dövlətin bizə il ərzində ayırdığı 20.000 vəsaiti qəbul etməmişik, həmin vəsaiti şəhidlərə və qocalar evinə yönləndirmişik. Bütün inkişaf, bütün tərəqqi şəxsi vəsaitimiz hesabınadır. Bugün də bu tədbiri məhz şəxsi vəsaitimiz hesabına keçirtmişik, maliyyələşdirmişik və bütün bunları etməkdə biz Cənab Prezidentdən nə Milli Məclisin üzvü olmaq istəmirik, ondan deputat vəzifəsi istəmirik, nə icra başçısı, nə xidmət rəisi, nə general rütbəsi. Bizim bir amalımız var ki, bu yolda Allah Cəllə Cəlaluhu bizdən razı qalsın. Allahın izni və dəstəyi ilə Azərbaycan xalqının tarixində, qan yaddaşında biz özümüzə məxsus, öz dəsti xəttimizi, öz məktəbimizi, öz fəlsəfəmizi yaradaraq yolumuza davam edirik. Bu yol hansı yoldur? Bu yol Həzrəti Yusifin yoludur. Bu yol Həzrəti Muhammed sallallahu aleyhi və sallamın yoludur. Bu yolda öldü var, döndü yoxdur. Məhz BMM-ə gələn insanlar, xanımlar, gənclər və bəylər, yaşlılar və orta yaşlı nəslin nümayəndələri gəldikcə bu sağlam atmosferi, bu apavanı özləri görür, dərk edir və görür ki, burada fitnə çıxartmaq mümkün deyil, dedikodu yoxdur, şəffaf, təmiz, kristal bir mühit var. O mühit də Allah Cəllə Cəlaluhu tərəfindən qorunur və biz İslamın nə qədər müasir bir din olduğunu göstəririk. Çıxışında Qurban müəllimi Əliyev də dedi ki, müqəddəs Quranımızın ilk ayəsi iqradır, bəli, ey Mühəmməd, uca səslə oxu, axı mən hərf tanımıram, oxuya bilmirəm, sən oxu, arxanda mən durmuşam, mələklər sevimli Peyğəmbərimizin qulağına fısıldadılar, Mühəmməd isə uca səslə oxumağa başladı və o zaman müəyyən fitnə çıxardan insanlar Məhəmmədi şeir deməkdə, yalançılıqda, hardansa, hansısa şeirləri əzbərləyib, gətirib cəmaata çatdırmaqda ittiham edirdi. Çünki müqəddəs Quranımız şeir formasında nazil olub. Deməli, hər bir Peyğəmbərin dövründə hansı sahə daha çox inkişaf edirdisə, Allah Cəllə da həmin sahə üzrə Peyğəmbərlər göndərdi. Misal üçün, İsa Peyğəmbərin dövründə
həkimlik, təbabət daha çox inkişaf etmişdi. Allah Cəllə Cəlaluhu İsa Peyğəmbərə ölü diriltmək bacarığı vermişdi. Musa Peyğəmbərin dövründə, Fironun dövründə sehirbazlıq, cadükərlik daha çox geniş inkişaf etmişdi. Allah Cəllə Cəlaluhu o cadükərliyin, sehrin kökünü kəsmək üçün məhz elə bir qüdrət və gücü Musa Peyğəmbərə vermişdi. Muhammed sallallahu aleyhi və sallamın da dövründə şeiriyyat, poeziya, ədəbiyyat inkişaf edirdi və ona görə də Allah Cəllə Cəlaluhu müqəddəs Quranımızı 23 ilə 114 surə, 6236 ayə, 77934 sözü Quran-ı Hafiz olarak bir şehir kimi yeryüzüne yenilirdi. Ve o zaman da bəziləri buna inanmırdı, tərəddüd edirdi, şübhə ilə yanaşırdı. Ama Muhammed yetim olmasına baxmayaraq, kimsəsiz olmasına baxmayaraq, Həzrəti Yusif'təki kimi sübut edirdi ki, hər bir yetimin arkasında yaradan güc və qüvvə var. Eğer o qüvvə o yetimin arkasında dursa, o dünyada məşhur ola bilər. Necə ki, bugün bizim Cənab Prezident də valideynləri yoxdur, yetimdir. Nə ata tərəfdən, nə ana tərəfdən elə bir böyük qohum əqrabası da qalmayıb. Amma dünyada döyüşür, mücadilə edir, mübarizə aparır. Bəzən o təhdidlər evinin içinə qədər gəlsə də, o başını çiyinlərinin üzərində şax və dik saxlayır. Bu bir özü də nümunədir ki, insana belə təzyiqlər, belə iyrəncliklər baş verəndə özünü necə aparmalıdır. Məhz İlham Əliyev bugün o nümunəni göstərir. Mən indi düşünə bilərsiniz ki, Hacı Xaliq gətirdi Məhəmməd Peyğəmbərlə bugünkü Azərbaycanın dövlət siyasətini bağladı bir-birindən. Səbəbləri var. 70 il Sovet imperiyasına xidmət etmiş Heydər Əliyev, Sovet imperiyasının saxta olduğunu partiya biletindən imtina etdi və ilk dəfə, ilk ziyarət etdiyi Məkkə Mədinə oldu. Və özü də çıxışlarında dedi ki, Həzrət Əlinin də bir adı Heydər deməkdir, yəni ordu başqanı. Heydər Əliyev 70 il Sovet ideologiyasından sonra başa düşdü ki, ateist bir cəmiyyətə fəaliyyət göstərib, xidmət göstərib, yeganə yol Allaha təslim olmaq, sevimli Peyğəmbəri ziyarət etməkdir. Və Cənab Prezident də çıxışlarında 4 dəfə Məkkəni, Mədinəni ziyarət etdiyini, orada Allaha dua edib yalvardığını ki, ona güc və qüdrət versin, torpaqlarımızı azad eləsin və Qafqazın ən böyük məscidini, Heydər məscidində məhz Qafqazda Cənab Prezidentin dövründə tikilib. Bütün bunları sadəcə bilirəm ki, siz məndən də yaxşı bilirsiniz, sadəcə bugünkü 22 fevral Ramazan ayının 3-cü günündə müqəddəs Quranımızın İqra surəsinin nazil olduğu gündə, yəni Oxu surəsinin nazil olduğu gündə bir daha sizə xatırlatmağı özümə vicdan və mənəvi borc hesab etdim. Bir daha xoş gəlmisiniz. Çətinliklərimiz, məhrumiyyətlərimiz bizi sındırmamalıdır. Yolumuza davam deməliyik. Bir olaq, iri olaq, diri olaq, bütöv Azərbaycan olaq. Diqqətinizə görə təşəkkür edirəm.